Videonu izləyən hər kəsə salam. Deməli, beləsi bir məqam var. Bəzən testlərdə isə hissəciyi və isə bağlayıcı bir-birinə qarışdırılır. Onun həm bütöv versiyası, isə versiyası bizim qarşımıza çıxa bilər, həm də sasə, şəkilçiləşmiş versiyada da qarşımıza çıxa bilər. Bəs nə bilək ki, nə zaman bağlayıcıdır, nə zaman hissəcikdir? Əgər qoşulduğu söz isə və yaxud da sasə formasında fərqi yoxdur. Qoşulduğu söz cümlənin xəbəridirsə, o hissəcikdir. Nəyə görə hissəcikdir? Çünki hissəciklər qoşulduğu sözü cümlənin yalnız xəbərinə çevirir. Bir növ şəxs sonluğu funksiyasını daşıyır. Əgər qoşulduğu söz yox, cümlənin xəbəri deyilsə, onda deməli bağlayıcıdır. Nümunə üstündə baxaq. Fikrin qətidirsə, baxın, burada sa var. Mən qısa versiyada yazmışam. Qətidir cümlənin xəbəridir. Deməli ki, bu sa nədir? İsə hissəciyidir. Fikrin qətidirsə, mütləq qazanacaqsan, isə hissəciyi oldu. Fikrim qəti, niyyətimsə təmizdir. Buradakı sa da var. İndi bunu gəlin yoxlayaq. Təmizdir necədir? Nə təmizdir? Niyyətim təmizdir. Cümlənin xəbəri deyil. Əgər cümlənin xəbəri deyilsə, deməli ki, o hissəcik deyil, bağlayıcıdır.